Bugün sizə reinkarnasiyadan danışmaq istəyirəm. 1926-cı ildə Şantideva adlı 4 yaşında bir qızcağızın tarixdə iz qoymuş reinkarnasiya faktını danışacağım. 4 yaşına çatanda və artıq özünü ifadə etməyə başlayanda valideynlərinə onun valideynləri olmadığını və səhər kimi ideyalar irəli sürməyə başlayır. 9 yaşına çatanda ailə həmin qəsəbəyə, həmin evə üz tutur. Şantideva həqiqətən də burada yaşayıbmışcasına ora daxil olur, həyat yoldaşını, keçmiş həyat yoldaşını görəndə kədərlənir, oğlunu görür, qucaqlayır, ağlayır və s. bu kimi faktlar deyilir. Bəzi insanlar ona inanır, bəziləri sual atəşini tutur, amma harda necə sual verilməsindən asılı olmayaraq o həmin qadının həyatının ən xırda detalına qədər bütün bilgilərə sahib olur. Yəni tərəddüd elədiyi tək bir mövzu belə olmur. Bunun üstünə elmi araşdırmalar başlayır reinkarnasiyaya dair. Bəzi faktlar var ki, hətta məsəl üçün başından vurularaq öldürülən insanın bugünkü yaşamda başının eyni hissəsində iz olduğu və yaxud da bədən xəsarətlərinin yeni həyatında bədəndə ləkə xallar olaraq üzə çıxdığı hadisələr də var. Biz isə reinkarnasiyaya inanırıq. Numerologiya, bütünlükdə doğum tariximiz, adımız, soyadımız və s. bizim həm keçmiş yaşamdakı səhvlərimizi, həm də valideynlərimizdən bizim genetikamızdan ötürülən səhvləri aydınlaşdırmağa bizə kömək eləyir.